dar ağacı. Aleykümselam. Aleykümselam. O hansı millətdir, taleyi sirdir, 100 adla bölündü, yenə də birdir. Məni hüzuruna bu dərd gətirdi. Salam dar ağacı. Aleykümselam. 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 Xoş gördük Rüstəm bəy. Hoş gördük Anar. Necəsiz? Teşekkür ederim Anar. Çok sağ olun. Yaşayam. Siz necəsiniz? Çox sağ olun, biz də yaxşıyıq. Teşekkür ederim. Çox xoş oldu. Rüstəm bəy, deyirlər hər şairin bir yolu var. Amma sizin yolunuz sanki sizdən əvvəl başlayıb. Rüstəm Behrudi kimdir? Şair yoxsa upuzun bir yol? Benim özüm hakkında yazdığım bir şey var. Onun son ben yadımdadır ki ben kimim kim? En azı Tanrı'dan gelen bir yazı. Sözümün namaz əvəzi dua tək kılan biləcək. Ben dualar okuyan bir adamım aslında yani. Nedir okumak ha? Başka bir şeyde de yazmışam ki şaman kimi sözlerden ben talet okuyuram. Ürəyimdə səksəkə, ruhumda bir zəlzələ. Hər gecə göy üzünə mən dua oxuyuram, ilahi, ilahi. Bu milləti yox olmaqdan hiss edə. Mən millət adına dua oxuyan bir adamam yəni belə. Rüstəm bəy, bir il öncə olar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir toplantıda sizin şeirinizi səsləndirdi və müəllif olaraq da sizin adınızı qeyd etdi. Bu Azərbaycan oxucusu üçün bir qürur idi. Və sizə hansı hissi yaratdı? Azerbaycanlı şair Rüstem Behrudi bir dönem adeta Türk dünyasının kaderi haline gelen manzarayı bakın nasıl anlatıyor. O hangi millettir? Kaderi sırdır. 100 ada bölündü yine de birdir. Mənim şeirlərimi hamı oxuyur da. O da bir oxucu. Ancaq mən deyim ki, yəni böyük bir dövlətin prezidenti əgər oxuyursa doğrudan da xoş bir şey yəni. Əgər özə niyə oxudu, mən bilirəm də. Türk Dövlətlər Birliyinin bir iclasında oxudu. Yəni mən bütün həyatını o işə əsləmiş bir adam kimi təbii ki, mənim üçün də çox qürur yeri idi ki, yəni prezident yəni böyük bir ideyanın, böyük bir düşüncənin her şeyini ifade etmek için o şiiri okudu. Tabii ki benim için de çok sevindirici bir şeydi. Öyle fikirleşirəm ki, hələ çox oxuyacaqlar öyle şeirləri. Vətən sizin üçün sərhədli, səddi bir coğrafiyadır, yoxsa ruh halıdır? Məndə hər şey fizik anlamından çıxıb, metafizik bir şeye çevrilirdi. Vətən təbii ki, mənim üçün bir vətəndaşın ruh halıdır. Mən məsələn bir vaxtda saz haqqında onu demişdim. Demişdim ki, saz Türk'ün ruh halıdır. Onu başka cür ifade etmək mümkün olmazdı. Yəni, mənim vətən anlayışı mənim üçün, mənim bir çox hörmətli bir, hörmət elədiyim bir rəhmətli akademik vardı. Bir kitabında da yazmışdı, mənim haqqımda bir məqalə yazmışdı ki, mən vətən anlayışını Nizamidən başlayan, Xətayda davam edən, Füzulidə duaya çevrilən, sonra Caviddə fəlsəfi anlam daşıyan, ve son yüzillikdə Bəxtiyar Vahabzadə və Məhəmməd Azlı şeirlərində canlanan vətəndaşlıq poeziyasını bütün müstəvilərdə, bütün hallarda, bütün müstəvilərdə onun axarını dəyişdim. Onların fiziki anlamda anlattığı vətəni mən ruh poeziyasına çevirdim. Yəni mən vətən anlayışını belə ruh halım kimi görürəm, ruh kimi hiss edirəm. Bir də vətən anlayışı bütün xalqlarda dəyişir də. Yəni elə bilirsiniz ki, vətən hamıda eyni cür anlaşılır. İngilislər üçün vətən anlayışı tamam fərqlidir. Ərəblər üçün tamam fərqlidir. Məsələn, ərəb dövlətləri olmayıb, onlar özlərinin vətən anlayışını dildə yaşadıqlar. Türklərin vətəninin sərhəddi, Türk millətinin ruhunun sərhəddidir. Bu cür anlam daşıyır bizdə. Məsələn, İngilislərdə dövlət quruluşu vətən haqqında düşüncəsi hər xalqda tamam fərqlidir yəni. Şeirlərinizdə min illər danışır. Sizi keçmişlə bağlı olmaq yormurmu? Yox. Ədəbiyyat təkcə olacaqlardan və indi olanlardan ibarətdir, həm də olmuşlardan ibarətdir. Biz o olmuşları bilməsək, biz olacaqları heç vaxt bilməyəcəyik. Və o mənada bir də ki, bir milləti tanımaq, ona öz sevgisini israr eləmək, onun gələcəyini görmək üçün mütləq onun keçmişini mütləq bilmək lazımdır. Və mən də o yolu seçdim.
mən ona görə də kitablarımın birinin adı elə Şaman dualarıdır. Və mən o yaratığa başlayanda o dualarla başladım. Bəli. O mənada, yəni mənim üçün özdə bir ədəbiyyat üçün keçmiş, indi və gələcək deyilən şey yoxdur ki, ədəbiyyatda bir şey anladım. Təkcə nədən yazmaq əsas şərt deyil ki, həm də nə cür yazmaq əsas şərtdir. Mən o yaşdayım ki, nədən yazmağı da bilirəm və necə yazmağı da bilirəm. Yəni üzr istəyirəm bu ifadəyə görə biraz təvəzzükardan uzaq oldu, ancaq bilirəm onları. Əgər mənim yazdığım Şaman duaları 30 il bundan əvvəl indi ədəbi tənqidçilərin və oxucuların dediyinə görə onları oyadıbsa, onlara bir ruh halı veribsə, deməli mən düzgün yoldaymışam elə. Doğru. Mən ruh adamıyam, ruhumda sənsən, ruhumda qul olan sözdür can ancaq, nəyim var al götür eşqindən gələn, dərli istərəm Tanrıdan ancaq. Bu misralar Ulu Füzulinin ya Rəbb bəlayı eşqilə qıl aşina məni, birdən bəlayı eşqdən etmə cüda məni. Diləyi ilə, ədəbi dillə desək, eyni metaforik düşüncələrlə eyni səsləşirmi? Səsləşir. Niyə? Mən ədəbiyyata mənim baxışım, poeziya baxışım həmişə zaman-zaman dəyişibdir də. Məsələn, mən əvvəllər ədəbiyyata nəzir baxırdım, poeziya nəzir baxırdım. Elə düşünürdüm ki, şeir insanın Füzulini oxuyanda, Füzuldən danışdım. Füzulini oxuyanda elə fikirləşirdim ki, şeir Tanrıya dua oxumaqdır. Tanrıya dua oxumaqdır. Ancaq üstündən bir neçə il keçəndən sonra mən Nəsimini də oxudum. Ancaq Nəsimidə artıq, əgər o da şairdirsə, ondakı dua deyildi artıq. Hüsyan idi, qiyam idi. Deməli, düzgün tərif verməmişdim əvvəl. Füzuldə olduğu kimi. Bir müddət keçəndən sonra Xətaini oxudum, sonra Cavidi oxudum və bunların hərəsi tamam ayrı-ayrı şeylərdən danışır. Deməli, şeirin tam mükəmməl tərifi elə deyil yəni. Şeirin ən mükəmməl tərifi nədir? Mənə elə gəlir ki, insanın ölüm, əbədiyyət, Tanrı, azadlıq haqqında düşüncələrindən ibarətdir. Onlarla qarşılaşma anından doğan heyrətin məhsuludur yəni. Bütün mənada budur yəni. Təkcə dua deyil, təkcə qiyam deyil, təkcə fəlsəfi düşüncə deyil. Bunların hamısının bir yerdə cəmidir yəni. Doğru. Getməyə yeri yox, qalmağa yurdu. Yalandır kim deyir, dünya böyükdür. Nəsimi kimi Rüstəm Behrudə cahana sığmır. Deməli, mənim çox hörmət elədiyim dəyərli bir akademik var. Rəhmətə gedibdir. Tofiq Hacıyev o mənim haqqımda böyük bir yazı yazmışdı. Yazmışdı ki, mən Rüstəm Behrudinin Nəsiminin 20-ci əsrdəki divarlarında, Atomne divarındakı əş sədası hesab edirəm və onlar arasında böyük kiçik işarəsi qoya bilmirəm. Kim daha çox böyükdür? Təbii ki, niyə elə yazdımı? Bu dünya doğrudan balacadır. Qaçıb qurtarmağa, canı qurtarmağa yer yoxdur ki. Və ona görə yazdım ki, yalandır, kim deyir dünya böyükdür? Bir də niyə böyükdür axı? İnsan bu balaca bir yer üzündə hara gedir geçsin, içində nə varsa vətən sevgisidir, qadına olan sevgidir, övladlarına da hamısını öz içində aparır. Başa düşsən yox. O mənada dünya çox balacadır, çox balacadır yəni. İndi də bu elmin, texnikanın sürətlə inkişaf mərhələsində onu fiziki anlamda da belə o qədər balacalaşdırır ki, məsələn buradan eyni dəqiqədə buradan gedib Amerika ilə görüntülü danışmaq. Artıq məkansızlıq. Elə də, elə də. Artıq mənə elə gəlir ki, bir zaman gələcək, zaman və məkan anlayışı artıq ortadan qalxacaq. Çox qəribədir, çox qeyri-adi bir şeylər olacaq yəni. Bunu sufilər də belə düşünürdü neçə il əvvəl. O düşüncə forması həmişə olub da. İnsan doğulandan dünyanın bəlkə də bir şeylər, böyük şeylər dəyişdi. Ancaq insanın ruhunda bir şeylər var ki, onlar heç vaxt dəyişmədi. Doğru. Məsələn, sevgidir, mərhəmət hissidir. Bu şeylər heç vaxt dəyişmədi insanda. Yəni, milyon il bundan əvvəlki insanda da elə idi, indi də elədir. Necə ki, məsələn, qarışqalar, böcəklər, canı olan nə varsa, məsələn, onlar əvvəl də öz yuvaları uğrunda vuruşurdular, öz balaları uğrunda vuruşurdular, indi də vuruşurlar. Heç də dəyişmədi ki.
bariz nümunəsini məsələn dediyim heyvanlarda görmək mümkündür. Tamam. İnsan bir sirli olduğundan insan elə gəlir ki, insan dəyişir. İnsan mükəmməl olmağa can atır. Ancaq insan nə cür doğulubsa odur. Heç nə dəyişmir. Kim nə deyir dəyişsin. İnsan hansı təbii imkanlarla doğulubsa onlarla da ölüb gedir. Düzdür. Məsələn, başqa bir düşüncə də var. Məsələn, Friedrich Nietzsche'də, bizim şeylərdə, dərvişlərdə, sufilərdə yəni kamil insan, kamilləşmək. İnsan doğulanda kamil idi. Kim nə deyir desin. Biz sadəcə unutduqlarımızı qaytarmağa cəhd edirik, başlayırıq ki, insan kamilləşməlidir. İnsanın kamilləşməyi hansı mənada kamilləşmək? Ruhani şəkildə, yox yaşadığı anlamda, bilmirəm, mən elə gəlir ki, insan heç dəyişmədi. Doğulduğu andan bu günə qədər heç dəyişmədi. Ola bilsin zəkasızsa da dəyişdi, ancaq onun həyata, dünyaya baxışı heç dəyişmədi. Heç dəyişmədi, mən elə gəlir. Bəlkə də yanlış düşünürəm, ancaq mən bu cür düşünürəm. İnsan, məsələn, 1000 il bundan əvvəl, lap bizim eradan əvvəl, məsələn, bir şaman və yaxud sıradan bir adam durub meşəyə nə cür baxırsa ağaçlara, ağaçları nə cür dinləyirdisə, onu nə cür başa düşürdüsə və yaxud, məsələn, quşların o pıçıltısını, oxşunu nə cür qəbul edirsə, indi də həmin şeydir, heç nə dəyişmirdi. Mənə etiraz eləmək mümkün deyil, niyə mümkün deyil? Çünki o səs həmin quşun səsidir. O qulaq da milyon bundan əvvəlki adamın qulağıdır. Eyni təbiət, eyni yaşantılar da əslində. Günəş eyni yerdən doğur, eyni yerdən batır. Doğrudur. Dünyada hər şey təkrardan ibarətdir. Təkrardır əslində. Yer üzündə təkrar olunmayan heç nə yoxdur. Hər şey təkrardır. Siz müsahibələrinizdə də qeyd eləmisiniz ki, insan təkrarən doğulur. Hə, mən o düşüncədəyəm. Mən bir dəfə, mənə elə gəlir ki, bir dəfə indi bəzi şeylərlə də keçmişi görmək. Siz bilirsiniz, karbon təhlili edən bir təhlil var. Orada bütün maddələrin yaşlı zadını təyin etmək mümkündür. Yəni, elm o boyda inkişaf edildi. Deməli, bir dəfə bir şaman gəlmişdi Bakıya. Bakıya gələn o şamanlar mənimlə gəlib burada görüşürlər. Çünki onlar yazırlar ki, bu sonuncu şamandır, nədir, belə mənim yazırlar. Ancaq bir dəfə gəlmişdi, mən bunu evimə dəvət elədim. Bu söhbəti onunla elədik. İnsan təkrar doğulur ya yox. Mən iki şeyə inanıram. İnsanın təkrar doğuluşuna, bir də ruhun ölməzliyinə inanıram. Ruh ölə bilməz. Ruh ölə bilməz. Onda həyatın nə mənası var ki, əgər ruh da ölürsə, bədən kimi çürüyürsə, torpağa qarışırsa, onda bu yaşamın nə anlamı ola bilər ki? O mənə əvvəl etiraz elədi məni oxumağa ki, sənin ruhun çox güclüdür, səni oxumaq mümkün deyil. Sonra da yola gətirdim, o dedi ki, mən milyon il bundan əvvəl o ölçü zamanı bilmədim, unutmuşam. Dedi ki, məsələn, şeydə bir şaman kimi doğulmuşsan, Nepalda, Tanrı dağlarında və o dağların birində şaman kimi doğulmuşsan. Sənin ilkin doğuluşdan, yəni sənin talihin onunla bağlıdır, yəni. Tanrıya ibadət eləməklə, dua eləməklə bağlıdır. Mən haqqa sığınmış qərib dərvişəm. İçində imana sığınır qərib. Zalim dost, şamanam, ruhum təmizdir. Qəbul et sözümü Tanrı göndərib. Burada bir Tanrı elçisi olmaq iddianızla yanaşı, əsas diqqətimi çəkən məsələ ondan ibarətdir ki, məsələn, şamanlar bilir ki, ruhun azadlığıdır, amma dərviş ruhun təslimiyətdə. Bu iki mistik vəhdətdə siz özünüzü necə görürsünüz? Birinci şeyi anladım. Tanrı və şamanizm. Bunlar ayrı-ayrı anlayışlar. Hətta bizim belə filologlar, zadlar onu bilmirlər. Elə deyirlər ki, Tanrı ilə şamanizm, şamanın düşüncəsi üstə ölkənin. Elə deyil. Şamanizmin Tanrıya dəxli yoxdur. Niyə dəxli yoxdur? Hətta qədimdə Tanrı üçün təşkil olunmuş məclislərdə belə şamanları həmin məclisə buraxmırdılar. Niyə buraxmırdılar? Şamanlar Tanrı ilə yox, bir etnosun, bir qəbilənin, bir tayfanın, ondan əvvəlki doğulub böyümüş böyük adamların ruhu ilə idarə edirdilər hər şeyi. Onların Tanrıya dəxli yoxdur, şamanizm. Şamanizm ən əski türklərin inanclar sistemidir.
Tanrı ilə onun elə bir əlaqəsi yoxdur. Və mən özümü şaman hissi. Hərdən mənə elə gəlir ki, mən bəzi şeyləri öncədən görə bilirəm. Mənimki falçılıq deyil, mənimki biraz elmi şəkildə olan bir şeylərdir. Yəni izahı da olan bir şeylərdir, yəni. Hətta mən deyərdim ki, sufi fəlsəfəsinin özü belə, dərvişlik fəlsəfənin özü belə türk dünya görüşündən doğan bir şeylərdir, yəni. Bəli. Çünki ikiyə qədər, cahiliyə dövrünə qədər ərəblərdə nə dərviş var idi, nə də şey var idi. Şaman. Dərviş, sufizm, bəli. Elə bir şeylər yox idi. Hamısı türk etnosunun ruhundan doğan bir şeylərdir və o da yəqin ki, ərəb dünyasında yayılıb. Bu İslamdan sonra, İslam gələndən sonra elə şeylər var ki... Amma tarixi daha qədimdir, bəli. Qədimdir, təbii ki, qədimdir. İslam gələndən sonra əsarətə aldığı, o ərəb imperiyasının aldığı xalqların ruhunda olan elə böyük şeylər var ki, onları şey eləyə bilmədi, yox eləyə bilmədi. Hətta özü böyük mədəniyyət olduğuna görə özləri ona təslim oldular. Və sufizm də, dərvişlik fəlsəfəsi də oradan qaynaqlanır. Sufizmlə söz düşmüşkən, biz eşidirik ki, abidlər dağlara çəkilir və dağda bunlar uzun müddət qalırlar. Sonra düşüb əhali arasında o fikirləri, ideyaları təbliğ edəndə asan olur. Mən bu haqda çox maraqlıyam. Və mən elə düşünürəm ki, bunlar həmçinin o yerlər, məsələn, bugün kosmik enerji axını olan yerlərdə bunlar məskən salırdı. O dövrdə o fikri, ideyanı lokator formasında yaymaqla məşğul idilərmiş. Sanki o düşüncəni kosmik dalıq olaraq ötürürdülər. Məsələn, Şəmslə Mövlanə bir-birini görməmişdi, amma tanıyırdılar bir-birini. Hətta onlar öz hücrələrinə çəkilib səssiz qaldığı halda tələbələri onları dinləyirdi. Yəni bu bir ruh halı idi. Mən elə düşünürəm ki, bu o dövrün bugünü qabaqlayan bir elm idi. Məhəmmədin çəkildiyi Hira dağı, Hira dağı əslində Tanrı dağlarının yanında bir təpədən ibarətdir. Kiçik bir şeydir yəni. Mən ucalıqdan daha çox tənhalığın gətirdiyi bir şeylər demək istəyirəm. Məsələn, mən həmişə kitabların birində yazmışam ki, Quran Məhəmmədin tənhalığıdır. O tənhalıqdan doğan şeylərdir. Tənhalığın, hətta özümün bir şeirim var, yazmışam ki, ah yalnızlıq, tənhalıq, ruhunu sığdırır. İnsan orada özünə gələ bilər, özünə qayıda bilər. Heç kimin mane olmadığı, ona təhsil eləmədiyi bir yerlərdən özünü anlaya bilər, özünü tanıya bilər. Təbii ki, o oradan gəlir və sənin dediyin o kosmik enerjiyədə mən inanıram. Nə mənada inanıram? Mən həmişə düşünürəm ki, bu yer üzündə nə qədər canlı varsa, onların ruhu var. Bayaq dediyim kimi, qarışqanın belə, bir böcəyin belə ruhu var. Çünki o canlıdır. Canı olmayanların da yaddaşı var. Mənim üçün Tanrı nədir? Sənin dediyin o kosmik enerji nədir? O yaddaşın ruha çevrilməsidir və yaxud ruhun təzədən yaddaşa çevrilməsidir. Tanrı həmin enerji ilə yaşayır əslində. Elə gəlir ki, yəni mənim düşüncəmə görə sənin dediyin kimi enerjidir yəni. Məsələn, indi hesablayıblar da, məsələn, indi alimlər, məsələn, mən 30 il bundan əvvəl şeylər yazmışdım. Sonradan öyrəndim ki, sonradan bildim ki, məsələn, türk doğrudan göydən gəlibdi. Yəni bizim yaradılış dastanlarımızdan tutmuş 10 Uyğur 9 dastana qədər, nə bilim Bilqamışa qədər, mən Bilqamışa da bizim dastan hesab edirəm. Gün doğmuş dastanına, Manasa qədər də o dastanların hamısında işarələr var. İnsanın göydən gəldiyinə işarələr var. Məsələn, mən bir vaxtlar yazmışdım, göy adamları yazmışdım. Təbii ki, uşaq idim. Onda yazmışdım ki, sən göydən gəlmişsən, göy adamsan, Tanrının işindən bir xəbər denə, nə qalır sonuncu Tanrı dərsinə, qiyamət günə nə qalır denə. Ən axırda da yazmışdım ki, gözlərini boylanır göy üzü boyda, yaman oxşursan əbədiyyətə. Mən onu yazandan sonra, 30-40 ildən sonra, məsələn, alimlərin apardığı tədqiqatların nəticələrinə baxdım. Məsələn, indi göydən meteorit düşür yerə, onu hesablayıblar. Deyəsən, Danimarkalı və Hollandiya alimlər hesablayıblar ki, həmin meteoritin içində canlı şeylər var, hüceyrələr var, yaratıqlar var. Gör, 5000, 10.000 dərəcədə isti onu öldürə bilmir. O yerə canlı şəkildə gəlib düşə bilir.
Və təzə ona qayıdaq. Tanrı enerjidir yəni. Bəli. Yaddaşın ruha, ruhun da yaddaşa çevrilməsindən ibarət olan bir enerji formasıdır. Elə düşünürəm mən də. Baxın, Gəraldır Stasanda da var ki, mən sizi mavi işıq seyrisində buzqur şəklində yerə endirdim. Bildirdim. Bəli. Deməli, əgər bir mikrop, bir bakteriya canlı şəkildə 10.000 dərəcəki temperatur üstündə məhv olmuş, yerə düşürsə, deməli qut da gəlib düşə bilərdi də. Bu dil bizim ana dilimizdir, yoxsa ata dilimiz? Bu qədim türk o balbalların üstündə birində bir yazı var. Deyir ki, Çinin qumaşına və gözəl xanımlarına aldanmayın. Bu sizi məhvə aparıb çıxarır. Osmanlı İmperiyasının ilk sultanlarından başlamış, sonuna qədər də, yəni Osmanlı İmperiyası yıxılana qədər, onların üstündə misal sevmək istəyirəm. Onların əksəriyyətinin xanımı türk deyildi. Bəli. Türk deyildi. Əgər bu ana dildirsə, necə türk dili ola bilər? Elə də yox, mən elə bir kitab da yazdım. Ata dili kitabı yazmışam. Səndən soruşuram, ananın adı dillənir, Veradır, sənin Anuşdur, səninki İnnadır. Dilim, can dilim. Gördün mü sabahı? Sabahın ölümə tuşdu. Məhəbbətə səs çəkmək istəmirəm. Ancaq o məhəbbət anlayışı deyildi. Yəni, o istila elədikləri məmləkətlərin siyasi şeylə bağlantısını möhkəmləndirmək üçün o türk sultanları evlənirdilər. Ancaq təbii ki, bunlardan olan uşaqlar düşüncə forması dəyişirdi. Əlbəttə, Laylanın ana dilində. Laylanın ana dilində eşitmirsənsə, insan hansı dildə danışırsa o dildə düşünür. Kim bilir, nə yalan danışırlar orada. Hansı dildə danışırsa o dildə. Dil insanı millət olaraq formalaşdırır. Formalaşdırır. Yəni, uşağın tərbiyəsində ananın rolu böyükdür, elə deyək. Hətta bir mənbələrin birində Babəkin əsir düşən oğlu və babaşı xəyanət edən oğlunun, məsələn, ermənidən olan oğlu olduğunu yazırlar, elə deyək. Elə yazırlar. Ona görə də bizim türk dili ana dili ola bilməz. Bizim türk dili ata dilidir. Hətta 18-19-cu əsrlərdə belə kitabların üstündə, məsələn, ruslar yazırlar. Yazıq ateşçisi var. Elə bir şeylə də yazırlar, eləyirlər. Mən onu daha biraz poetləşdirib yazmışdım ki, Böyük Britaniya, London civarı gətirilib gedəkdə Qarabağ atı, duyub yadlığını o at madiyanın gözəl madiyanlardan uzaqda yatır. Hardasan o uzun müqəddəs ruhu, gəl məni təmizlə, kədər, ey kədər, yadla bir yastığa baş qoyanların qeyrəti yoxmudur, kərat kədər. Birisi də bazəni 19-cu əsrdə Qarabağdan deməli, İngilislər atlar aparıblar, cütləşdirmək istəyiblər ki, yeni daha mükəmməl at növü alsınlar və Qarabağdan aparılan atlar, şəhər atlar, o yad madyanları eləyib, onlarla qoşalaşmayıblar. Başa düşdü, yəni bu qeyri-adi bir şeydir də. Ya Türk millətinin dili ata dilidir. Doğru. Yəni bir adamın anası, bizdə Azərbaycanda, təkcə Azərbaycanda yox, Türkiyənin özündə də, Qazaxıstanda da, orta çağlarında, türklər arasında da. Onların ailələri biraz qarışıq, çox qarışıq olub. Hamısının o böyük vəzifəli adamları, hətta Sovet Birliyində də, Sovetlər dönəmində də vəzifəyə getmək üçün, nə bilim, irəli getmək üçün başqa xalqların qadınlarını evləniblər də, yəni. Bəli. Yəni bu adamlar qeyri-millətdilər. Onlardan uşaqların dili nə cür ana dili ola bilər ki? Doğru. Əgər türkcə danışırsa, artıq atasının dilidir bu. Və bir də bizim heç vaxt ana kitablarımız olmayıbdır. Bizim bütün kitablarımız ata kitablardır. Kitabı Dədə Qorqud, Gün Doğmuş, Manas, ondan sonra 10 Uyğur 9 Oğun, bu dastanların hamısı. Hamısı bizim ata kitablarımızdır. Doğru. Bir dənə ana kitabımız yoxdur. Belə deyil. Türk dili ata dilidir. Qeyri-şəxsi ata dilidir. Şeirlərinizdə Bozqurd sözünə daha çox rast gəlinir. Bu bir obrazdır, yoxsa tarixi kimlikdir? Mən Bozqurda yəni şey kimi, metafizik bir düşüncə kimi baxmıram. Əslində elədir. Ancaq mən ona türk millətinin necə deyim, xilaskarı kimi baxıram. Və sizə maraqlı bir detal deyim. O görün türk millətinin ruhunda nəyi qorudu? Türk millətini ayaqda saxlamaq üçün bir düşüncə formasıdır Bozqurd.
Təkcə Bozqurd yox. Bizim mifik dünya görüşümüzdə elə anlamlar var. Məsələn, Bozqurd, qızıl alma. Bunlar hamısı mitoloji düşüncənin məhsuludur da, elə deyə yox. Ancaq bir milləti, Türk millətini ayaqda saxlayan bir şeydir. Baxın, 1923-24-cü ildə Türkiyədən, bunu çox demişəm həmişə, Türkiyədən bir komünist düşüncəsi olan bir jurnalist, mühabir Leninə müsahibə alır. Bunu ilk dəfə mən yazmışam bir dəfə şeydən, adresa yazmışdım. Bu mühabir Lenindən soruşur ki, bax sizdə sosialist inqilab elədiniz də, Türkiyədəki bu sosialist inqilabını eləmək və onu sürətləndirmək üçün nə etmək lazımdır ki, biz də sosialist inqilab eləyək? Çünki bu özü komünist düşüncəli olduğundan Lenin o sualı verir. Lenin ona qısa bir cavab verir. Deyir ki, nə qədər ki, Türk millətinin ruhundan, düşüncəsindən sizin o Bozqurd əfsanəsinin nağılını çatmamışsınız, Türkiyədə sosialist inqilab eləmək mümkün deyil. Görün, nə qədər böyük bir düşüncədir ki, bir millət həyatda saxlayan bir düşüncədir. Elə deyil. Doğrudur. Məsələn, bizdə şey var da, qurduna qiyamətə qalmaq ifadəsi var. Yəni, bir millətin düşüncə formasına bax. Özünün əsl kökünü qurda bənzədib qiyamətə qalmaq istəyi var. Mən yazmışam onu. Köklü tanrım, bir yurd olum, doğma olsun sağım, solum, dönüm axır Bozqurd olum, qalım qiyamətə. Bu bir düşüncə formasıdır və bir milləti ayaqüstə saxlayan düşüncə formasıdır. Maraqlı olsun deyə başqa bir şey də söyləyeyim. Buyurun, buyurun. Bir Bozqurd işarəsi var belə, Bəli. bilirsiniz də. Və bir yaxınlarda oxudum ki, onu ilk dəfə bütün Türk xalqlarının taleyində də ilk dəfə mən göstərmişəm. Mən bilmirdim onu ki, mən göstərmişəm. Təbii ki, göstərmişəm, unutmuşam. 88-ci ilin fevralın 18-19-unda deməli 100.000 tələbənin heç kim getmədi. Mən təkcə o 100.000 tələbənin qabağına düşdüm, meydana getdim. Sən demə o işarəni şeir oxuyandan sonra göstərmişəm onlara. Bu işarənin nə olduğunu izah elədim onlara. Yaxınlarda bir yerdə oxudum ki, bir kitab yazıblar ki, onu Rüstəm Behrumi göstəribdi. Yəni, qurd deməli, o mifoloji dünya görüşümüzün əsasında dayanan bir şeydir. O yoxsa Türk millətini onsuz təsəvvür etmək biraz yanlış olardı. Yəni. Çox yanlış olardı. Birləşdirən bir bayraq simvolu. Hə, bir millətin millət olması üçün ortaq dəyərlərə ehtiyacı bir abidədir. Ayça, ortaq dəyərləri olmalıdır, ortaq bir şeyləri olmalıdır. İndi Saxıdan tutmuş, Trakiya qədər, Ələbə qədər, Kərkişə qədər bu millətin bir dənə ortaq bir böyük dəyəri var. O da bax Bozqurddur. Yəni, min illər yaşayan, ruhda yaşayan və indi qədər gəlib çıxan və bizi öz ətrafında birləşən bir düşüncə forması. Və çox kütüphanəyə ki, o var yəni. Türksoyun baş katibi, onunla da söhbət elədik. Türk millətini bir araya gətirmək, ondan sonra əlifbadan öncə biz nəyi yaratmalıydıq? Və bəlkə də indi yaratmağa borcluyuq indi. Deməli, ortaq dil. Ortaq dil məsələsi, yəni baxın, bir Azərbaycan türkü gedir Səmərqəndə və ya Daşkənddə danışır, Özbək də başa düşür, Qırğız da başa düşür, Türkmən də başa düşür, Qarasay da başa düşür, Qaraqalpaq da başa düşür. Ancaq, məsələn, bir İstanbuldan gedən bir türk ziyalısı, məsələn, orada danışanda onu başa düşmürlər. Çünki, deyim ki, məsələn, Osmanlı ləhcəsi çox inkişaf edib, yox. Zirzibillə doludur, Yunan sözü ilə, Avropadan gələn və qondarma sözlərdən doludur. Azərbaycan dili, mənə elə gəlir ki, türk xalqlarının ortaq dili ola bilər. Ortaq dil olsa, bu millətə daha çox yaxınlaşa bilərlər, tez bir zamanda yaxınlaşa bilərlər. Mənə elə gəlir ki, orta məktəblərdə ən azı birinci sinifdən 4-cü sinifə qədər bu dili orta məktəblərdə tədris edəsələr, yəni mükəmməl, bu adam orta məktəb oxuturanda mükəmməl türkcəni biləcək, ortaq bir dil biləcək. O da mütləq olacaq. Mənə bizə elə gəlirdi ki, uzun illər bundan əvvəl mən Azərbaycan qəzetində işləyirdim. Günəyin bir gün mənim çox hörmət elədiyim və dəyər verdiyim bir alim gəlmişdi. Həm də həmin qəzetin redaksiya heyətinin üzvü idi. Bir məqalə gətirmişdi. Azərbaycan əlifbasını dəyişdirmək, Latin əlifbasına keçmək. Biz 6 ay, Firidun Cəllov idi, çox hörmət elədiyim dəyərli alimimiz. Biz onunla onun müzakirəsini apardıq 6 ay Azərbaycan qəzetində.
və cəhd elədi ona. Və günlərin bir günü mükəmməl bir əlifba ortaya çıxdı və parlament bunu qəbul elədi. Bəli. Deməli bir şeyə cəhd eləmək lazımdır. Ya o əlifbanın mənə gəlir ki, elə müəllifi də Firdun Cəlilovdur. Mən özümü kənara qoyuram, o mənə deyir. Mən ancaq elə şeylərlə məşğul, mən ədəbiyyat adamıyam, mən şeir yazıram. O şeylərə iddiam yoxdur. Məsələn, mənim iddiam yoxdur deyirəm ki, məsələn, indi Neymət Pənalıdır, bu İqtibar Məmmədovdur, Ənvər Əliyevdir, kim. Hamısı deyir ki, Azərbaycan Milli Azadlıq Hərəkatının ilk rəhbəri mən olmuşam. Mən onu heç vaxt iddia eləmədim. Onda bütün Azərbaycan bir iki tək başına mən o 100 min tələbəni o meydana fevral ayında mən aparmışam. Onlar sonradan gələn adamlardır. Və hətta mən o adamların çoxuna müraciət elədim ki, gəlin bu millətin qabağına düşün. Heç kim gəlməyən təklif etdim. Ya mən o şeylərə iddiam yoxdur. İddiam yoxdur, heç indi iddiam yoxdur. Sən dedin, mən ona görə dedim o şeyləri. Heç bir iddiam yoxdur elə şeylərə. Mən ədəbiyyat adamıyam. Mən kitablar yazıram. Mənim öz yolum var. Yəni mənim elə şeylərə iddiam yoxdur. Mənim bir şair dostum vardı, xalq şairi. Deyirdi ki, bu xalq bizi yaşatmalıdır. Bəli. Hərdən mən ona deyirdim ki, düzgün hərəkət eləmirsən də, çox şey umursan bu millətdən. Ay mənə təqaüd verirsən, ay mənə xalq şairinə. Mənə deyirdi ki, bu xalq bizi yaşatmalıdır. Mən ona başa sala bilmirdim ki, xalq sənə məcbur eləməyib sən şeir yazırsan. Git bənna işlə, daş qaldır, yol çək, əkinək. Elədir. Xalq sənə məcbur eləməyib ki, sən bunun üçün şeir yazırsan. Və sən də ona deyəsən ki, xalq mənə borcludur, mənə yaşatmalıdır. Bütün millətlərdə o fərdlərin hamısı mənsub olduğu millətə borcludur. Və o mənə deyirəm. Yəni şairlik bir taley yüküdür da, belə bir. Hardasa xoşbəxtlikdən savayı həm də bir dərddir məncə. Şairlik biraz böyük mənada şairlik. Böyük mənada şairlik. Çox ağır, əzablı, elə bir şeydir. Mən mütləq çıxıb getməliyəm. Ancaq kimə, hara, durduğum yer, çıxıb getmək istədiyim yerdir bəlkə də. Yoruldum, bitdim daha. Bitdim, mən dəli sərsəm. Buralar bir yer deyil, alıb başımı geçsəm. Geçsəm, bəlkə də bir vaxt ruhum əhv elər məni bir kənd qəbristanlığına. Alıb gömsələr məni. Nə yerdir bura Tanrım, hər tərəf qan oxuyur, çiçəklər yalandan açır, quşlar da yalan oxuyur, yalan oxuyur torpaq, yalan oxuyur su, hava, bazar yeridir, hər şey bədavadır, bədava. Bu da Xəzər can verir, ölüb tip rəngi yox, al şərab rəngindədir bu mavidən daha çox. Dərdə bax, burada canım, şüşədə derin canı, bu nə yerdir, gözəldir olandan olmayanı. Nə yerdir bura Allah, Allahların sayı yox, ayaq basmağa yeri, əl asmağa göy yox. Yoruldum, bitdim daha, bitdim, mən dəli sərsəm. Buralar bir yer deyil, alıb başımı geçsəm. Çox gözəl, çox gözəl, ruhunuza sağlıq. Sən indi oxu bir dərsin. Məni də bir daş apardı, həllac daşlanan yerdə. Mən sən oldum, eşqin başlayan yerdə. Ay tutuldu, gün açıldı, göz bağlandı, əl açıldı, hər güllədən gül açıldı köksümə tuşlanan yerdən. Ruhum qopdu fəryad kimi, körpü keçdim sirat kimi, yanımdan ötdüm yad kimi, cismim huşlanan yerdə. Göy üzünə bir baş vurum, nə uluyum, nə qışqırım, qoyun gedim yuva qurum, ruhum xoşlayan yerdə. Çox gözəl, çox gözəl. Gəl birində mən oxuyum. Hər şey kədərlidir, hər şey. Göz dəniz, ay gəmim. Nə olar məni də al, götür, ay apar, ay gəmim, ay gəmim. Al götür, öldürür məni bu balıq, yosun qoxusu. Mənim yarımçıq nəğməmi qoy başqaları oxusun. Bağrı çatlar bu gecənin. Gəl tələs demə ki, vaxt var. Çıxıb getməyə qurulub onsuz da bütün saatlar. Hamı təkdir, tənhadır. Hər kəs o təklikdən baxır. Yer üzündə bu günəcən, bu vaxtacan kim kimi tanıdı axı. Günahımı yuyar mı heç? Gözümdən tökdüyüm yaşlar. Əhv eləyim uşaq vaxtı, yuvasın pozduğum quşlar. Hər şey kədərlidir,
Hər şey. Göz dəniz, ay gəmi. Nə olar? Məni də al götür apar. Apar ay gəmi, ay gəmi. Gecə 5-in yarısı təzələndi yenə ay. Ulduzlar bir-bir ölür gecə xəbərsiz saray. Gecə 5-in yarısı bu vaxtı kim doyaq? Tanrım mənə söz yenə bir kimsə duymayacaq. Gecə 5-in yarısı bayırda can verir qış. Kimin tabutu uyur? Gecəyə yağan yağış. 5-in yarısı gecə ağaclar puçur-puçur. Çiçəklər sevincindən adam var dərddən açır. Gecələr gecənin sükutuna pıçıltın hanı Tanrım. Gecə girib araya görmürsən məni Tanrım. Gecə 5-in yarısı bu vaxtı kim doyaq? Tanrım mənə söz denə bir kimsə duymayacaq. Bir çiçək, bir yarpaq, bir quşun ömrü, bir yağan yağışa, əsən küləyə, bir dəli tufana qurban gedirsə, məni də dünyaya gətirib anam bir gün əcəlimə qurban getməyə. Hamı çiynində qurban gəzdirir, hamı can boşludur qurban olmağa. Gör neçə əsrdir baş kəsilməyin adını qoymuşuq Qurban Bayramı. Dünyanın ən böyük savaşı kimi ən çox axan qanda qurbanda axır. Bu dünya əzəldən cəllat meydanı, biz də bu meydanın heyranlarıyıq. Özümüz istəsək, istəməsək də hamımız dünyanın qurbanlarıyıq. Gərək kör baxasan bu yerə, göyə, çoxsu gözünün qurbanı olub, dilini kəsiblər qələm danışıb, şairlər sözünün qurbanı olub. Döyüşdən salamat qayıtsın deyə, döyüşdən salamat qayıtsın deyə, analar oğluna qurban deyiblər, torpağı düşmənə qurban verməyən oğullar vətənə qurban gediblər. Bir an qazanırsan, an itirirsən, həyatın beləcə bir ucu qurban. Mən daha qorxmuram qurban olmaqdan, bu dünya özü də sonuncu qurban. Teşekkür olsun, gözəl. Sən şairsin, əsl şair. Kitabı verdin də mənə. Oradan bir şey paylaşacağım. Bugünkü görüşün sonuna gəldik. Biz Bölgə TV komandası olaraq sizə öz təşəkkürümüzü bildiririk. Bizim üçün Çox xoş təşəkkür oldu. ederim. Mən də sizə təşəkkür ederim. Bəli, çox sağ Əziyyət olun. çəkmisiniz, Allah razı gəlmisiniz. olsun. Belə sizinlə də tanış olmaq da mənim üçün gözəl bir Xoş şey oldu, oldu. həqiqətən xoş oldu. Belə sizin kimi ruhu, ağlı, düşüncəsi olan adamlarla görüşmək də gözəl bir şey. Minnətdarıq, çox sağ olun. Rejissorumuz İlkin bəy sizə də təşəkkür edirik. Təşəkkürlər. Sağ olun. Təşəkkürlər. Həqiqətən Rüstəm bəy, sonda bir məsləhətiniz gənclərə, tövsiyəniz. Dünyada en güzel şey, ben bütün bəşəri dəyərlərin boş və mənasız olduğu düşüncəsindəyəm. Bəli. O bütün bəşəri dəyərlərin əksəriyyəti, nə qədər böyük fəlsəfi və bəşəri dəyərlər var, onların çoxu aralıq mahiyyət daşıyır, öz-özünü ifadə eləmir. Mən dünyada ən böyük dəyər hesab edədiyim şeylərdən biri mərhəmət hissidir. Paylaşmaq duyğusudur, mərhəmət hissidir. Bir də sevda deyilən bir şey var. O aralıq mahiyyət daşısa da öz-özündə bir şeydir ancaq. O da aralıq mahiyyət daşıyır. Orada da bir alıver var. Amma bu böyük dəyərlər, bu 3 dənə saydığım böyük dəyərlərə sahib olmağı arzulayıram bu millətə. Paylaşmaq duyğusu olsun, mərhəmət hissi olsun. Bir də sevgi ilə dolu olsun. Qalan o birisi dəyərlər hamısı onun ətrafında fırlanan dəyərlərdir. Və bu adamlara da o duyğularla yaşamağı arzulayıram. Onda dünya güzelleşecek. Ben yalgızam bir kurt kimi, menden birge kalan gelsin. Talanmışam bir yurt kimi, hissasımı alan gelsin. Bir sevda var leçek leçek, sen bilmezsen kim bilecek? Cehennemde bir kafir tek, ne çekirem bilen gelsin. Ben yalgızam bir kurt gibi, benden bir gök kalan gelsin. Talanmışam bir yurt gibi, kısasımı alan gelsin. Ne kafirem ne de aziz, sevdim Hakk'a yenen kesin. Mekkesiyle Medinesi
Bəlkə də həyat özümüzə qayıtdığımız uzun bir yoldur və hər kəs bu dünyada bir yolçudur və hər kəsin bir yolu var. Rüstəm Behrudi ilə bir yolun sonuna gəldik. Yolunuz işıqlı olsun. Həyat bəzən dar ağacından başlayır. Bir yolda qalın.